Hə, köhnələr. Bu arxa planda gördüyünüz bina sizə tanış gəlir də, hə? Çox ümidvaram. Şəxsən mən indiyənə kimi onun buranın o vəsiqəsi var, evdə onu əzizləyib saxlamışam. Bax, göy rəngdədir. Bəli, bəli, bu Mirzə Fətəli Axundov adına bizim milli kitabxanamızdır. Yəni, əgər kimsə bilmirsə Mirzə Fətəli Axundov kim olub, İstəyərdim bir qısa bir balaca məlumat verim sizə o böyük bir şəxsiyyətdən. Mirzə Fətəli Axundov bütün Türk dünyasının, nəinki Azərbaycanın böyük bir şairi, dramaturgu, maarifçisi, ictimai xadimi olub. Ona hətta müsəlman dünyasının Malyeri deyirdilər. Mirzə Fətəli Axundovun piyesaları, Monsieur Jordan, Lənkəran xanlığın vəziri Azərbaycanımızdan çox-çox uzaq bir yerlərdə öz haqqında öz sözünü deyib. Bu isə bizim milli kitabxanamız açılıb, yəni ki bir milli kitabxana kimi, amma binası burada olmayıb. 1923-cü ildə həmən vaxtda bizim ölkəmizin başçısı Nəriman Nərimanov idi. Onu da sizə deyim ki, Nəriman Nərimanov haqqında növbəti videoları izləyin. Yəni o böyük şəxsiyyət haqqında danışmamaq çox böyük bir günah olardı. Neysə, 1923-də milli kitabxanamız yəni əsaslanıb. Ondan sonra 1939-cu ildə ona Mirzə Fətəli Axundovun adı verilib. Sonra isə 1961-ci ildə bax bu gözəl monumental bina proje olunub və təhvil verilib. Buranın da ki memarı, yenə də ki özünüz yəni bilirsiniz də çox yerlərdə Bakıda belə monumental binaların memarı Mikayıl Hüseynov olub. Mənim üçün bu bina çox əzizdir. Hətta bir dənə Bakılıların bir dənə momentinə də toxunmaq istəyirəm. Yadınızda olardı da. Deyir, o vaxtı uşaqlarını göndərərdilər həmən bu kitabxanaya ki, get orada özün üçün ədaxlı axtar. Yəni, biz Bakılılar gələrdik ədaxlı axtarmağa bax belə yerlərdən. Da indi amma zaman dəyişib. İndi özləri üçün ədaxlıları gecə klublarından, barlardan axtarırlar. Bu qədər qəlbdən qəlbə.